Salam, bugün çox maraqlı və vacib bir mövzuya toxunacağıq. Effektiv mentor olmaq. Amma bu, sadəcə ümumi məsləhətlər yığını olmayacaq. Bugün biz kiminsə potensialını üzə çıxarmaq üçün konkret, addım-addım bir fəaliyyət planı, bir növ yol xəritəsi hazırlayacağıq. Hadi, başlayaq. Gəlin görək, bugünkü söhbətimizdə bizi nələr gözləyir? Biz mentorluq anlayışını sıfırdan, yəni təməlindən başlayaraq addım-addım quracağıq. Əvvəlcə ümumiyyətlə bu nə deməkdir, onu anlayacağıq. Sonra ideal mentorun kim olduğunu, yəni hansı xüsusiyyətlərə malik olmalı olduğunu müəyyən edəcəyik. Və nəhayət, hər kəsin tətbiq edə biləcəyi konkret fəaliyyət planına və çox faydalı alətlərə keçəcəyik. Hər şeyi məhz bu güclü fikirlə başlayır. Yəni mentorluq passiv şəkildə mən belə etmişdim, sən də belə et demək deyil. Bu, daha çox fəal, yaradıcı bir bacarıqdır. Bu əslində qarşındakı insanın içindəki o gücü kəşf etmək və onu hərəkətə gətirməsinə kömək etmək sənətidir. Yaxşı, gəlin bu sənətin dərinliklərinə enək. Mentorluq dedikdə əslində nə başa düşülməlidir? Bu prosesin əsas məqsədi, hədəfləri nədən ibarətdir? Gəlin görək, bu bələdçiliyin təməlində nə dayanır? Baxın, bu 4 fundamental hədəf hər bir uğurlu mentorluq münasibətinin demək olar ki, sütunlarıdır. Məsələ təkcə nə bildiyinizi demək deyil, həm də düzgün yol göstərmək, o insanın həm peşəkar, həm də şəxsi olaraq böyüməsinə təkan vermək və bəlkə də ən vacibi onun üçün yeni qapılar aça biləcək əlaqələr qurmasına kömək etməkdir. Yəni əslində bu hər tərəfli bir dəstək sistemidir. İndi isə gəlin yol xəritəmizin memarına, yəni mentorun özünə baxaq. Yaxşı, effektiv bir bələdçi, ilham verən bir lider olmaq üçün hansı əsas keyfiyyətlərə sahib olmaq lazımdır? Gəlin o portreti birlikdə cizaq. Bu 5 xüsusiyyət sanki möhtəşəm bir mentorun şəxsi təməl daşlarıdır. Bu keyfiyyətlər olmadan dünyanın ən yaxşı planı belə heç bir işə yaramaya bilər. Çünki unutmayaq ki, mentorluq hər şeydən əvvəl insani bir əlaqədir. Baxın, bu həqiqətən də çox vacib bir məqamdır. Fəal dinləyici olmaq sadəcə oturub hazır cavablar verməkdən qat-qat daha güclüdür. Düzgün suallar verərək siz qarşınızdakı insana cavabları özünün tapmasına kömək edirsiniz. Və bu, öyrənmənin ən effektiv, ən dayanıqlı formasıdır. Empatiya etibarın açarıdır. Əgər mentoriniz sizin yanınızda özünü rahat, anlaşılmış və təhlükəsiz hiss etmirsə, o heç vaxt öz çətinliklərini, zəif tərəflərini sizinlə səmimi şəkildə bölüşməyəcək. Bu təhlükəsiz mühit olmadan isə əsl inkişaf demək olar ki, mümkün deyil. Bəlkə də mentorluğun ən incə, ən çətin məqamlarından biri budur. Dürüstlük, inkişaf üçün mütləq şərtdir. Amma bu dürüstlük qarşı tərəfi ruhdan salmamalı, onu sındırmamalıdır. Əksinə, ona daha yaxşı olmaq üçün aydın, konkret bir yol göstərməlidir. Beləliklə, ideal mentorun kim olduğunu, hansı keyfiyyətlərə sahib olmalı olduğunu anladıq. İndi isə gəlin söhbətimizin ən praktiki hissəsinə, birbaşa yol xəritəsinin özünə keçək. Bu prosesi necə strukturlaşdırmaq, necə bir çərçivəyə salmaq olar? Qarşımızdakı bu 5 addım uğurlu bir mentorluq prosesinin, belə desək, skeletini təşkil edir. Bu, sadəcə təsadüfi görüşlər ardıcıllığı deyil, məqsədyönlü, düşünülmüş bir səyahətdir. Hər şey hazırlıq və tanışlıqla başlayır. Burada tərəflər bir-birini tanıyır, gözləntilərini bölüşür. İkinci addım məqsədlərin müəyyən edilməsi, bu münasibətin niyə sualına cavab verir, yəni biz hara getmək istəyirik. Sonra yol xəritəsini qururuq. Bu, hədəfə necə çatacağımızı detallı şəkildə planlaşdırırıq. Dördüncü mərhələ artıq hərəkətə keçməkdir. İcra və izləmə. Planı həyata keçiririk və prosesi davamlı olaraq nəzərdən keçiririk. Və nəhayət, qiymətləndirmə və əks əlaqə mərhələsində dayanırıq, nəticələri təhlil edirik və gələcək üçün dərslər çıxarırıq. Gördüyünüz kimi, hər addım bir sonrakının təməlini qoyur. Hər bir yaxşı memarın öz alətlərinə ehtiyacı olduğu kimi, hər yaxşı mentorun da prosesi asanlaşdıran və daha effektiv edən bəzi modellərə, alətlərə ehtiyacı var. Gəlin görək bu alət dəstində nələr olmalıdır. Bu alətlər xaotik görünə biləcək bir prosesə aydın bir struktur gətirir. Məsələn, SWOT analizi mentinin özünü və vəziyyətini daha yaxşı dərk etməsinə kömək edir. Refleksiya jurnalı öyrənməni möhkəmləndirir, GROW modeli isə söhbətləri boş danışıqdan konkret nəticəyə yönəldir. Gəlin elə bu GROW modelinə biraz daha yaxından nəzər salaq.
Grow modeli bəlkə də mentorun alət dəstindəki ən güclü və ən sadə alətlərdən biridir. Təsəvvür edin, bu söhbəti çaşqınlıqdan aydınlığa aparan 4 mərhələli bir naviqasiya sistemidir. Hər şey G, yəni məqsədlə başlayır. Soruşursunuz, bugünkü söhbətimizin sonunda nəyə nail olmaq istəyirsən? İstiqaməti müəyyən etdik. Sonra R, reallıq mərhələsi gəlir. Yaxşı, bəs hazırda vəziyyət tam olaraq necədir? Hansı addımlar atmısan? Bu, bizim başlanğıc nöqtəmizdir. Üçüncü, yəni O, seçimlər mərhələsi isə yaradıcılıq mərhələsidir. Burada bütün mümkün variantlar hansılardır? Heç bir məhdudiyyət olmasaydı nə edərdin? Kimi suallar veririk. Və nəhayət, W, yəni iradə ilə söhbəti yekunlaşdırırıq. Bütün bu seçimlər arasından hansını eləyəcəksən? İlk addımın nə olacaq və bunu nə vaxt edəcəksən? Bu model hər bir söhbətin havada qalmasının qarşısını alır və onu konkret bir öhdəliklə bitirir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. İndi gəlin bütün bu keyfiyyətlərin, planların və alətlərin real həyatda, konkret bir peşəkar sahədə, məsələn, təhsil sistemində necə bir araya gəldiyini görək. Bu prinsiplər təcrübəsiz gənc müəllimlərlə işləyən mentorlar üçün əsl mayak rolunu oynayır. Fikir verin, burada biraz əvvəl müzakirə etdiyimiz o əsas keyfiyyətlər, empatiya, dürüstlük, dəstək, peşəkar kontekstdə necə konkretləşir, necə tətbiq olunur? Bu artıq nəzəriyyə deyil, birbaşa işin özüdür. Xatırlayırsınız, yol xəritəsi addımından danışmışdıq. Bax, bu cədvəl həmin yol xəritəsinin əyani, konkret bir nümunəsidir. Bu plan bir il ərzində mentorluq prosesinin necə sistemli və məqsədyönlü şəkildə aparıldığını aydın şəkildə göstərir. Bu plan təsadüfi görüşlərin qarşısını alır və prosesi ölçülə bilən edir. Bu isə konstruktiv, yəni qurucu əks əlaqənin mükəmməl bir modelidir. Diqqət edir, proses necə başlayır? Mentor birbaşa tənqidlə başlamır. Əvvəlcə Bentiyə özünü analiz etmək imkanı verir. Sonra mütləq müsbət məqamları vurğuluyur və tənqid əvəzinə inkişafa yönəlmiş, düşündürücü suallar verir. Məqsəd ruhdan salmaq deyil, ruhlandırmaq və növbəti addım üçün aydın bir hədəf qoymaqdır. Beləliklə, artıq əlimizdə mentorluq üçün aydın bir yol xəritəsi var. Unutmayın ki, bu təkcə başqasına kömək etmək deyil, həm də özümüzün inkişafı, özümüzün böyüməsi üçün inanılmaz bir fürsətdir. İndi əsas sual budur. Bütün bu biliklərlə siz kimin üçün o bələdçi olmağa, kimin potensialını üzə çıxarmağa hazırsınız?